Azərbaycanlı türkü bir alma hardansa icazəsiz götürsəydi, ona bilmirəm, demirəm ki, əlsiz qalardı, qolsuz qalardı, amma o utanardı çıxıb şəhərdə gəzsin. Amma bu gün milyardlar, trilyonları oğurlayırlar. Mən bunları hesab edirəm ki, bunlar erməni rus olarlar. Yəni bunların təmiz türklüyə, Azərbaycanlığa adəti ola bilməz ki, bu qədər soysunlar, xalqı oğrasınlar və prezidenti aldatsınlar. Və prezident qoyubdur işləyin də. Bunlar neynirlər? Dövlətə xidmət eləməkdən, dövlətin marağı, xalqın marağı, bunlar öz maraqlarını. Bu Ramiz Meytev kimi adam tək deyil. O tək olsaydı dərd olmazdı. Bütün məmurlar, deputatlar hamısı minlərləndirlər. Və bunların əlində milyardlardır. Bax, bu pulları onların əlindən almaq, inşallah Allahın köməyi ilə yəqin prezident bunu eləyəcəkdir. Bunu belə qoymaz. Yəni hamı oğruqla məşğuldur, işdir, dövlətin işində otur, oğra xalqı niyə tanıyırsan? Əskərlər vuruşub səni üşür, sən onu tanıyırsan. Əskərə kömək eləməkdən, pul verməkdən onu soyurlar. Belə şey olar, sən onun hesabına yaşayırsan, ay deputat, ay məmur. Yəni minlərlə bax, və bunların hamısını həbs eləmək lazımdır. Ömürlük cəza və o trilyonlar ki yığışacaqdır, onu dövlətdə zavodlar, fabriklər tikilsin. İnşallah. Yəni bu prezident özü inşallah o fikri var. Maaşlar artsın, yəni qiymətlər aşağı düşsün. İnsanlar hamısı dua edəcək, mən bilirəm. Bax, ona görə də prezidentə hamı dəstək olmalıdır ki, prezident bax, bunların hamısını oğruları məhv eləsin. Normal deputat, nazir gəlsin, 3 il müddəti ilə, 3 ildən sonra get. İstəyirsən lap beynin qızıl olsun, istəyirsən lap dünyanın alimi ol yenə. Xeyr, vəzifə olmaz. 3 ildən sonra getməlisən. Nə olur? Bizim xalqın hamı sağlam düşüncəlidir inşallah. Yəni o keçmişdə olublar. Ona görə də bax bu məsələlər, yəni işsiz adamlarımız çoxdur. İşsiz adamlara ayda kömək eləmək ta ki iş yerləri açılsın, zavod, fabriklər tikilsin. Maaşlar artsın, qiymətlər aşağı düşsün. Bax bunu inşallah prezident bax bunları yəqin ki yerinə yetirəcək. Bax bu oğrulardan bizi qurtaracaq.